Salam əziz izləyicilər, əlillik təyinatı ilə bağlı maarifləndirici video materiallara davam edirəm. Bu dəfə əlillik təyinatı ilə bağlı bir sıra suallara aydınlıq gətiriləcək. Burada əlilliyin meyarları, müddətli, müddətsiz, aralıq müddət, bir xəstəlik yox, bir neçə xəstəliyə görə əlillik necə müəyyən olunur, ümumiyyətlə əlillik hansı xəstəliklərə görə müəyyən olunur, müddətli nədir, müddətsiz nədir, əlillər işləyə bilərmi? Və digər deməli suallara bu mövzuda aydınlıq gətirəcəm. Ümumiyyətlə əlillik meyarlarının necə müəyyən olunduğu bir çox insanları düşündürən suallardandır. Ümumiyyətlə əlillik insan həyat və fəaliyyətinin 7 əsas kateqoriyaları: özünə qulluq, sərbəst hərəkət etmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə, əmək fəaliyyətinin məhdudlaşması və orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddətinə əsasən müəyyən olunur. Anadan gəlmə xəstəlikdən və ya çatışmazlıqdan yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqla qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda yekun göstərici 10% artırılmaqla, fərqli olduqda isə ən yüksək olan göstərici 10% artırılmaqla, ümumilikdə isə 100%-dən çox olmamaqla müəyyən edilir. Bu nə deməkdir? Elə bir xəstəliklər var ki, əlillik təyinatı olan zaman bir xəstəlik yox, bir neçə xəstəlik olur. Onun 2 xəstəliyi varsa, yanaşı xəstəliyi varsa insanın hansı yüksəkdir? Tutaq ki, xəstəliyin biri qiymətləndirilir 30% orqanizmin funksiyalarının pozulması, digəri 40%. Bu zaman yuxarı olan 40%-in üzərinə də 10% gəlir, olur 50%. Beləliklə, 3-cü qrup əlillik təyin olunur. Ola bilsin ki, digər xəstəlik 55%'dir, digər başqa bir yanaşı xəstəlik isə 35%'dir. Bu dəfə 55'in üzərinə 10% gəlir, olur 65 və bu da 2-ci qrup təyin olunur. Amma eyni xəstəlik, yanaşı xəstəliklər, tutaq ki, 2 xəstəlik faiz göstərici, pozuntu faizi eyni olduqda, tutaq ki, 30 olduqda və yaxud 40 olduqda onun biri nəzərə alınır və onun üzərinə 10% artırılmaqla 40% və yaxud 50% olmaqla 3-cü qrup təyin olunur. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda əlillik müddətsiz müəyyən edilir. Əlillik hansı hallara, hansı müddətlərə müəyyən olunur? Əlillik 1, 2, 5 il və müddətsiz müəyyən edilir. Hansı hallarda əlillik müddətsiz müəyyən olunur? Bu da çox maraqlı suallardandır. Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların əlilliyi müddətsiz müəyyən edilir. Müddət göstərilməklə müəyyən olunmuş orqanizm funksiyalarının pozulması 31-60% aralığında ardıcıl olaraq 15 il, 61-80% aralığında ardıcıl olaraq 10 il və 81-100% aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə 15 il əlillik müddəti olduqda növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Yaşa görə əmək pensiyası, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonraki ayın birinə də əlilliyi olan şəxs hesab olunur. Əlilliyi olan şəxslər həm də işləyə bilərlər və bunun üçün onlara əmək zəmanəti verilir. Əlilliyi olan şəxslərin əmək zəmanəti Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin tibbi sənədləri, xəstəliklərinin xarakteri, yaşı, peşəsi və s. amillər nəzərə alınmaqla müəyyən edilir.